İçində nəsə dəyişdiyini fərq etmisən? Cəlbedici, maraqlı, uyğun birini tanıyırsan, hər şey yerinə oturur kimi görünür, amma heç nə baş vermir. Nə kəpənəklər var, nə ifrat düşkünlük, nə də düşmə. Ordasan, varsan. Amma hamının danışdığı o aşiq olmaq hissi sadəcə görünmür. Sonra narahat edici bir sual ortaya çıxır. Mən pozulmuşam, soymuşam, çox şuurlu olmuşam, başqalarının hiss etdiyini hiss edə bilməyəcək qədər yaralanmışam. Budur demək olar ki, heç kimin sənə deməyə cəsarət etmədiyi şey. Sən sevmə qabiliyyətini itirmirsən, sən daha təhlükəli bir şey itirirsən. Carl Jung 10 illiklər boyu dərin psixoloji oyanış keçirən insanlarda məhz bu fenomeni müşahidə etmişdi. Və kəşf etdiyi şey, müasir romantik mədəniyyətin öyrətdiyi demək olar ki, hər şeyə ziddidir. Oyanmış insanlar aşiq olmurlar. Sevə bilmədikləri üçün yox, artıq düşə bilmədikləri üçün. Və bu narahat edicidir. Çünki aşiq olmaq sevgi deyil. Bu proyeksiyadır. Bunu dürüstcə düşün. Aşiq olanda əslində nə baş verir? Əzici bir cəlbedicilik, ifrat düşüncələr, başqa bir insanın səni tamamlaması hissi. Onları zehnindən çıxara bilmirsən. Onlarla özündən daha canlı hiss edirsən. Mədəniyyət buna sevgi deyir. Onu ucaldır, ardınca getməyi, həyatının mərkəzinə qoymağı deyir. Amma Jung fərqli bir şey görürdü. O görürdü ki, sən əslində o insana aşiq olmursan, öz proyeksiyana aşiq olursan. Şuursuz əksinini, anima və ya animusunu başqa bir insana proyeksiya edirsən. Sonra o obraza saplanırsan, digər insanı görmürsən. Rədd etdiyin öz parçalarını kənardan sənə əks olunmuş şəkildə görürsən. Buna görə intensivlik var, buna görə ifrat düşkünlük var, buna görə özünü tamamlanmış hiss edirsən. Psixoloji baxımdan sevmirsən, başqa bir insan vasitəsilə itirdiyin özünün parçalarını geri qazanırsan. Amma sonra nəsə dəyişir. Oyananda, daxili işi görəndə, bir zamanlar proyeksiya etdiyini inteqrasiya edəndə o mexanizm dayanır. Artıq inteqrasiya etdiyin şeyi proyeksiya edə bilmirsən. Artıq olduğun şeyə aşiq ola bilmirsən. Buna görə artıq düşmürsən. Sevə bilmədiyin üçün yox, düşməyi mümkün edən, özünü aldatmağa artıq qadir olmadığın üçün. Və bu sadəcə başlanğıcdır. Növbəti gələcək daha da narahat edicidir. Bu hər şeyi izah edən həqiqətdir. Və bunu anlasan, keçmiş münasibətlərinin çoxu məna qazanmağa başlayacaq. Hətta ağırtmağa başlasalar belə. Aşiq olmaq yalnız bir yolla işləyir, proyeksiya vasitəsilə. Jung bunu belə izah edirdi. Hər kişinin içində şuursuz qadınlıq tərəfi yaşayır, anima. Hər qadının içində şuursuz kişilik tərəfi yaşayır, animus. Bu inteqrasiya olunmamış hissələr yox olmur. Öz içində tanınmamış olanı kənarda axtarırlar. Buna görə bu baş verir. Kiminləsə tanış olursan, birdən onlar xüsusi, fərqli, o insan görünür. Həqiqətən elə olduqları üçün yox, şuursuz əksinə uyğun gəldikləri üçün. O anda proyeksiya edirsən. Da proyeksiya qalan nedir? O insan özündə çatışmadığını hiss etdiyin hər şeyi təcəssüm etdirməyə başlayır. Sənin tamamlayıcın, digər yarın, ruh yoldaşın olur. Amma narahat edici hissə budur. O insana aşiq olmursan. Onda əks olunan öz rədd etdiyin keyfiyyətlərinə aşiq olursan. Buna görə intensivlik bu qədər güclü hiss olunur. Buna görə ifrat düşkünlük tutur. Buna görə tamlıq hissi ortaya çıxır. Psixoloji baxımdan bu sevgi deyil. Bu, şuursuzluğunla görünən bir qarşılaşmadır. İndi bunu anla, çünki hər şey burada dəyişir. Oyananda, kölgə işi görəndə, fərdiləşmə prosesindən keçəndə o hissələr kənarda axtarışı dayandırır. Animani inteqrasiya edirsən, animusu inteqrasiya edirsən. Bir zamanlar proyeksiya etməli olduğun şeyi şuura gətirirsən və nəsə əbədi olaraq dəyişir. Artıq natamam şəkildə münasibətlərə girmirsən. Artıq başqa bir insanın səni tamamlamasına ehtiyacın yoxdur. Artıq itmiş bir yarını axtarmırsan. İki qırıq puzzle parçasını təsəvvür et. Hər biri natamam. Hər biri hardasa yerləşmək üçün ümidsiz. Nəhayət birləşəndə hiss əzici olur. Biz uyğunuq. Biz bir-birimiz üçün yaradılmışıq. Nəhayət özümü bütöv hiss edirəm. Amma oyanmış insanlar artıq qırıq puzzle parçaları deyil. Daxili iş vasitəsilə tam puzzle'lara çevrilirlər. Özlərinin bütöv şəkilləri. İki tam insan qarşılaşanda toqquşma olmur. Ümidsizlik olmur. Düşmə olmur. Yalnız varlıq. Yalnız aydınlıq. Yalnız seçim. Hələ çatışmazlıqdan hərəkət edənlər üçün bu sakitlik soyuqluq kimi görünə bilər. Sevginin yoxluğu kimi görünə bilər.
Amma elə deyil. Bu, ehtiyatsız varlıqdır. Bu, birinci səbəbdir. Bir zamanlar proyeksiya etdiyini inteqrasiya etmisən. Proyeksiya olmadıqda aşiq olmaq mümkün olmaqdan çıxır. Sən pozulmamısan. Sadəcə düşmək üçün çox bütöv olmusan. Və növbəti gələn daha da narahat edicidir. İkinci həqiqət budur. Oyananda, bir zamanlar aşiq olmağı mümkün edən bir şeyi itirirsən. İdeallaşdırma qabiliyyətini itirirsən. Oyanmadan əvvəl romantik cəlbedicilik belə işləyirdi. Kiminləsə tanış olursan. Onlara bir ideal proyeksiya edirsən. Sonra o obraza aşiq olursan. İnsana yox, fantaziyaya. Buna görə qüsurları görməzdən gəlirdin. Xəbərdarlıq işarələrini əsaslandırırdın. Ziddiyyətləri sirlərə çevirirdin. İdeallaşdırma səhv deyildi, düşmək üçün tələb idi. O insanın xüsusi, fərqli, fövqəladə olduğuna inanmalıydın. Bu inancı olmadan sehir yox idi. Amma sonra nəsə dəyişir. Oyanmış insanlar artıq bunu edə bilmirlər. Kölgə işi və psixoloji inteqrasiya vasitəsilə ifrat düşkünlüyü öldürən bir şey inkişaf etdirirlər. Aydın görmə. İndi kiminləsə tanış olanda əvvəldən bütün insanı görürsən. Təkcə işığını yox, kölgəsini də. Zəkasını və özünə güvənsizliyini, mərhəmətini və nəzarət ehtiyacını, dərinliyini və qaçma mexanizmlərini. Aylar sonra yox, elə ilk qarşılaşmadan. Jung bunu bir xəstəsində aydın şəkildə müşahidə etmişdi. Daxili işindən əvvəl kişi intensiv şəkildə aşiq olurdu. Tam ideallaşdırırdı. Hər qadını öz xilası kimi görürdü. Sonra reallıq gəlirdi. Fantaziya dağılırdı. Məyusluq başlayırdı. Amma psixikasını inteqrasiya etdikdən sonra nəsə dəyişdi. Onu cəlb edən bir qadınla tanış oldu. Amma düşmədi. Onu əvvəldən aydın gördü. Həm heyran edici keyfiyyətlərini, həm də narahat edici olanlarını. Sonra özünü belə heyrətə salan bir şey dedi. Onu bəyənirəm, amma sanmıram ki ona aşiq oluram. Heç nə hiss etmədiyi üçün yox, artıq kör olmadığı üçün. Jung bunu problem adlandırmadı, aydınlıq adlandırdı. Münasibət fantaziya yox, reallıq üzərində qurulmuşdu. Sonra dağıdıcı sürprizlər olmadı, qəddar hüsuranlıq olmadı. Çünki dağıdılacaq bir illüziya heç vaxt olmamışdı. Və budur narahat edici həqiqət. Aydınlıq həmişə illüziyadan daha az intensiv hiss olunur. Hələ ideallaşdırmaya ehtiyacı olan biri üçün bu aydınlıq soyuq görünə bilər, uzaq görünə bilər, sevgi çatışmazlığı kimi görünə bilər. Amma elə deyil. Bu özünü aldatmadan sevgidir. Bu ikinci səbəbdir. İnsanları həqiqətən olduqları kimi görürsən və aydın görəndə ideallaşdırma mümkünsüz olur. İdeallaşdırma olmadan düşmə olmur. Yalnız bir sual qalır. Bu insanı dəqiq kim olduğunu bilərək seçirəmmi? Və bu sual hər şeyi dəyişir. Bu üçüncü həqiqət bütün mənzərəni dəyişdirir. Çünki təkcə artıq niyə aşiq olmadığını izah etmir. Niyə artıq buna ehtiyacın olmadığını da izah edir. Əksər ifrat düşkünlüklər tək bir şeydən doğulur. Natamamlıq. Nəsə çatışmır kimi hiss edirsən. Dinclik, məna, kimlik. Sonra çatışmadığın şeyə sahib görünən biri ilə tanış olursan və cəlbedicilik partlayır. Sevgi olduğu üçün yox, həll kimi hiss olunduğu üçün. Düşmənin intensivliyi bağlantıdan gəlmir, ehtiyacdan gəlir. Özünü bütöv hiss etmək üçün o insana ehtiyacın var. Yenidən boşluq hiss etməmək üçün onların varlığına ehtiyacın var. Buna görə onları itirmə düşüncəsi dözülməz hiss olunur. Onlarsız natamamlığa qayıtmaqdan qorxursan. Amma içində nəsə dəyişdi. Daxili iş vasitəsilə bu mexanizmi məhv edən bir şeyə nail oldun. Daxili bütövlük. Mükəmməllik yox, bütövlük. Kölgəni inteqrasiya etdin. Proyeksiyalarını geri qaytardın. Özündən qaçmağı dayandırdın. Artıq önəmli bir şeyin çatışmadığını hiss etmirsən. Artıq səni tamamlayacaq birini axtarmırsan. Budur doğru metafora. Əksər insanlar qırıq maqnitlər kimi yaşayır. Bir qütb mövcuddur, əks qütb itmiş hiss olunur. Buna görə cəlbedicilik sonraki hiss olunur. Buna görə insanlar sənsiz yaşaya bilmərəm deyir. Buna görə asıllıq tale ilə qarışdırılır. Bu sevgi deyil. İki natamam yarının maqnetizmidir. Sən isə artıq bölünmürsən. Hər iki qütbü öz içində inteqrasiya etmirsən. Hələ maqnetizmə sahibsin. Hələ varlığa sahibsin. Amma indi sabitsin. Tam bir maqnit ümidsizlikdən yapışmır.
Tarazlıq üçün kənarda axtarmır. Mövcud olmaq üçün başqası ilə birləşməyə ehtiyacı yoxdur. Qırıq maqnitlərlə qarşılaşanda toqquşma olmur, düşmə olmur, təlaş olmur. Soyuq olduğun üçün yox, kompensasiya tələb edən heç nəyin çatışmadığı üçün. Yoldaşlığı arzulaya bilərsən, yaxınlığı seçə bilərsən. Amma artıq özünü bütöv hiss etmək üçün heç kimə ehtiyacın yoxdur. Və ehtiyac yox olanda ifrat, düşkünlük ölür. Bu üçüncü səbəbdir. Artıq səni tamamlayacaq birinə ehtiyacın yoxdur. Düşmə həmişə çatışmazlıqdan doğulur və bütövlük çökmür. Əgər özünü bu həqiqətlərdə tanıyırsansa, artıq proyeksiya etmirsənsə, aydın görürsənsə, artıq tamamlanma axtarmırsansa, bunu bir dəfə və həmişəlik anla. Sən sevmə qabiliyyətini itirmədin. Şüursuz şəkildə aşiq olma qabiliyyətini itirdin və bu itki deyil. Bu geri dönüşü olmayan bir transformasiyadır. Jung heç vaxt oyanmış insanların sevmədiyini demədi. Artıq düşə bilmədiklərini dedi. Çünki düşmə proyeksiyadır və sən artıq proyeksiya etmirsin. Qalan şey eyforiya deyil, fantaziya deyil, ehtiyac deyil. Qalan şey şuurlu sevgidir. Və şuurlu sevgi əksər insanların gözlədiyi kimi heç görünmür. Budur, demək olar ki, heç kimin üzləşmək istəmədiyi bir həqiqət. Çoxu sevgi üçün aşiq olmur, qaçmaq üçün aşiq olur. Tənhalıqlarından, boşluqlarından, daxili narahatlıqlarından qaçmaq üçün. Daxili dünyalara dözülməz olanda kimsə peyda olur və ifrat düşkünlüyü başlayır. Birdən özləri ilə üzləşməli olmurlar. O insanı düşünürlər, mesajlarını gözləyirlər, növbəti qarşılaşma haqqında xəyal qururlar. Boşluq hələ də oradadır, amma indi anesteziya olunub. Aşiq olmaq sosial olaraq qəbul edilmiş, hətta təriflənən zərif bir qaçış yolu olur. Qaçmırsan, aşiqsən. Daxili işdən qaçmırsan, bağlantı axtarırsan. İntensivlik böyümə kimi hiss olunur. Halbuki reallıqda diqqət yayındırmadır. Amma oyanmış insanlar artıq bunu etmirlər. Özlərindən qaçmağı dayandırıblar. Tənhalıqla oturdular, ağrını emal etdilər. Bir zamanlar qaçdıqları şeylə birbaşa özləşdilər. Özləri ilə necə olacaqlarını öyrəndilər. Jung bu naxışı bir xəstəsində aydın müşahidə etmişdi. Həyat çətinləşən hər dəfə aşiq olurdu. Karyera problemləri aşiq olur. Ailə münaqişəsi aşiq olur. Boşluq hissləri aşiq olur. Romantika onun qaçış yolu olmuşdu. Psixoloji iş vasitəsilə o naxış nəhayət qırıldı. Həyat ağrıdanda hazır qalmağı, fantaziyaya qaçmağı dayandırmağı, öz narahatlığını ondan qaçmadan daşımağı öyrəndi. Sonra həyatının çətin bir dövründə cəlbedici biri ilə tanış oldu və qeyri-adi bir şey baş verdi. Heç nə baş vermədi. Nə ifrat düşkünlük, nə qaçış, nə emosional anesteziya oldu. Jung'un bir şey dedi, aydınladıcı bir şey. Əvvəllər bu münasibətdən həyatımdan qaçmaq üçün istifadə edərdim. İndi buradayım, hazıramışam. Jung bunu soyuqluq adlandırmadı, oyanış adlandırdı. Çünki əsas nöqtə budur. Özündən qaçmağı dayandıranda ifrat düşkünlük öz məqsədini itirir. Əksər insanlar kiminsə aşiq olduqlarına inanır. Reallıqda özlərindən uzaqlaşırlar. Sən artıq bunu etmirsən. Çətinliklərinlə diqqət yayındırma olmadan üzləşirsən. Münaqişələrini emosional anesteziya olmadan emal edirsən. Boşluğunu içindən doldurursan. Bu dördüncü səbəbdir. Artıq qaçmağa ehtiyacın yoxdur və qaçmağa ehtiyac olmayanda aşiq olmaq lazımsız olur. Son həqiqət ən azad ediciydi və eyni zamanda ən qərar verici. Çünki düşməyi dayandırıb seçməyə başlayanda nəyin mümkün olduğunu üzə çıxarır. Budur romantik mədəniyyətin nadir hallarda sual altına aldığı həqiqət. Aşiq olmaq bir seçim deyil, sənə baş verir, səni sürükləyir, səni ələ keçirir. Əlimdən heç nə gəlmədi, sadəcə baş verdi. Aşiq oldum. Bütün bu ifadələr eyni şeyi göstərir. Sən şuurlu deyildin. Amma mədəniyyət bu nəzarət itkisini kutluyur. Ona sehr, tale, əsil sevgi deyir. Amma Jung daha dərin bir şey görürdü. O görürdü ki, bu qeyri-iradi düşmə şuurlu sevgi deyil, şuursuz sevgidir. Proyeksiyadan, ehtiyacdan, nəzarət edə bilmədiyin şuursuz qüvvələrdən doğulur və məhz onu seçmədiyin üçün güclü hiss olunur. Amma oyanmış insanlar artıq belə yaşamırlar. Hər şeyi dəyişən bir şeyi başa düşürlər. Əsil sevgi sənə baş vermir. Əsil sevgi seçilir. Qarşında dayananın dəqiq kim olduğunu bilərək sevməyi seçirsən. Açıq gözlərlə, tam mövcud şuurla seçirsən. İfrat düşkünlüyü, yamacdan aşağı düşmə kimi düşün. Bədənin nəzarətsiz aşağı yuvarlanır. Maneələrə dəyirsən, sıçrayırsan, sürətlənirsən.
Adrenalin intensivdir. Təcrübə həyəcanlı hiss olunur. Və aşağıdan izləyənlər deyir, bu sevgidir, nə həyəcan verici. Amma sürəti seçmirsən, zərbəni seçmirsən, harda bitəcəyini seçmirsən. Sadəcə düşürsən, istəsən də, istəməsən də. Şuurlu sevgi fərqlidir. Diqqətlə yerimək kimidir. Ərazini görürsən, riskləri tanıyırsan, hər addımı seçirsən. Dayana bilərsən, istiqamət dəyişə bilərsən. Lazım gələrsə, geri dönə bilərsən. Kənardan daha az dramatik görünə bilər. Bəlkə hətta can sıxıcı. Həyəcan hardadır? Amma budur heç kimin sənə demədiyi fərq. Düşmə, bir an üçün həyəcanlıdır. Yerimək isə həqiqətən haraya gedib çıxacağının yoludur. Şuurlu sevgidə məcburiyyət yoxdur. Səni irəli çəkən qüvvə yoxdur. Sənin üçün qərar verən tale yoxdur. Yalnız aydın bir bəyanat. Səni tam olduğun kimi görürəm və yenə də səni seçirəm. Bu 5-ci səbəbdir. Artıq sevgini öhdəliklə qarışdırmırsan. İfrat düşkünlük şuursuz öhdəlikdir. Sevgi şuurlu seçimdir. Və bu fərqi anladıqdan sonra düşmək artıq romantik hiss olunmur. Şuurunu təslim etmək kimi hiss olunur. Və bu artıq etmək istəmədiyin bir şeydir. Hətta sevgi üçün belə. Son nəticə. Əgər özünü bu 5 həqiqətdə tanıyırsansa, bunu aydın eşit. Sən sevmə qabiliyyətini itirmədin. Çox fərqli bir şey itirdin. Proyeksiyanı itirdin. İdeallaşdırmanı itirdin. Ümidsiz ehtiyacı itirdin. Məcburiyyəti itirdin. Qaçış təkanını itirdin. Və buna görə artıq düşmürsün. İndi insanları həqiqətən olduqları kimi görürsün. Artıq səni tamamlayacaq heç kimə ehtiyacın yoxdur. Artıq sevgini özündən qaçmaq üçün istifadə etmirsin. Artıq intensivliyi həqiqətlə qarışdırmırsan. Bunlar itki deyil, inteqrasiyalardır. Şuursuz ifrat düşkünlükdən şuurlu sevgiyə, fantaziyadan aydın görməyə, ehtiyacdan seçimə, məcburiyyətdən azadlığa keçmisin. Jung heç vaxt oyanmış insanların sevmədiyini demədi. Fərqli, daha aydın, daha məsuliyyətli, daha azad sevdiklərini dedi. Beləliklə, artıq aşiq olmusansa, özünü pozulmuş kimi diaqnoz qoyma. Şuursuz şəkildə sevmə qabiliyyətinə malik olmaqdan çıxmısan və bu itki deyil. Darıxdığın intensivlik heç vaxt sevgi deyildi. Sevgi cildinə girmiş proyeksiya idi. Sərxoş edici ideallaşdırma, ümidsiz ehtiyac, emosional qaçış. Güclü hiss olunurdu, çünki şuurunu dayandırırdı. İndi qadir olduğun şey daha nadir və daha həqiqidir. Kiminsə aydın görüb, yenə də onu sevməyi seçə bilərsən. Başqa bir insanın içində özünü itirmədən həyatını bölüşə bilərsən. Yox olmadan öhdəlik götürə bilərsən. Bu cür sevgi düşmə kimi hiss olunmur. Səni sürükləmir, səni silmir. Tale kimi hiss olunmur, aydınlıq kimi hiss olunur. Hələ düşmənin sərxoşluğunu axtaranlar üçün bu qeyri-romantik görünə bilər. Amma sən onların bilmədiyi bir şey bilirsin. Sərxoşluq sevgi deyil. Məcburiyyət bağlantı deyil. Düşmə davamlı deyil. Şuursuz romantika reallıq proyeksiyanı deşəndə həmişə çökür. Sən pozulmamısan. Çünki düşməyi dayandırmısan. Oyanmışsan və oyanmış insanlar düşmür. Onlar seçirlər. Aydınlıqla sevirlər və fantaziya yox, reallıq əsasında münasibətlər qururlar. Bu itki deyil. Əsl sevgi belə görünür. Əgər bu baxış sənə tanış gəlirsə xatırla. Sevmə qabiliyyətini itirmədin. Şuursuz şəkildə aşiq olma qabiliyyətini itirdin. Və qazandığın şey, geridə buraxdığın hər hansı düşmədən sonsuz dəyərlidir. Jung'un dediyi kimi, insan işıq fiqurlarını təsəvvür edərək deyil, qaranlığı şuurlu edərək maariflənir. Oyanış daha çox işıq görmək haqqında deyil, daha böyük aydınlıqla görmək haqqındadır.